Dəyərli izləyicilər, hamını salamlayıram. Budur növbəti video bizim kanalda. Deməli, ümid edirəm bu videonu siz maraqlı görərsiniz. Niyə görə çəkiliş etdim bu videonu? Qərara gəldim ki, sizə bu deməli jilet biraz öncə bizim kanalda təqdim olunan Old Type adlı jilet başlığı və bunun sapı da buradadır bu bağlamada. Bu çox hörmətli deməli Orxan abi mənə verdi ki, təqdim edə biləm sizə, göstərə biləm və göstərdim də belə. Budur bu bizim deməli jilet Old Type və Yaginin başlığı, endirimlərdə kifayət qədər ucuz olan belə bir başlıq. Birə-bir oxşadıblar deməli sən demə. Jilet Old Type adlı jiletə, jilet 140-ana budur. O da belə 2 hissədən ibarətdir başlığı, qapağı və plitəsi. Deməli qapaqlar biraz fərqlənir. Burada metal bütövdür. Gördüyünüz kimi burada isə tökmədir deyəsən. Deyəsən yox elədir. Budur başlıqlar. İndi mən bunlara tiyə salım, yəni ki, görək nə kimi fərqlər var bu 240-an başlıqların arasında. Həmişə gördüyünüz, tanıdığınız big tiyələrdir. Tez bir zamanda mən bunları da yerləşdirim bu 140-anların başlıqlarına ki, görək nə kimi fərqlər var. Qırxmaqda mən artıq bu 140-anla üzümü qırxmışam. Bu gün ya sabah qaytarmalıyam. Ona görə düşündüm ki, biraz intriqa yaradım. Necə bu təzə 2000 bizim vaxtda buraxılan bu 140-an başlıq Yagi tərəfindən necə fərqlənəcək deməli jilet Old Type-dan. Növbəti belə yan-bayan da olmasa ən azından çox yaxın bir keçmişin belə təsəvvürlərimdən deyə biləcəyəm ki, bunların arasında nə kimi fərqlər olub 140-anda. Deməli burada mən düşündüm ki, öz sapını keçirdim və göstərdim sizə. Deməli jilet Old Type. Artıq bu təqdim elədim, danışdım bu 140-anda. Bu sadəcə olaraq bunların arasında olan fərqini sizə göstərmək üçündür. Budur. Və Yagi başlığı, buna da bir tiyə, 1 sekund, üzrlü sayın. Aha. Əlimi az qalıb kəsəm, tələsmək olmaz heç bir anda. Fokusumuzu qaytarıq yerinə. Budur, tiyə, Chrome Platinum Big. Oturuşu, orada biraz oynama var. Burada da həmçinin görürsüz. Üstə gəl 140-anda deməli yerləşdirəndə tiyəni hiss elədim ki, bu jilet Old Type-da bir tərəfdə biraz çox idi, bir tərəfdə biraz az idi. Amma biraz təmzinlədim və yerinə taxdım, belə bir problem yaratmadı tıraş zamanı. Budur. Deməli burada artıq nə fərq var? Burada Old Type-da deməli içəri keçir bu hissə. Burada isə tərsinə üzə çıxır. Bu yumru hissə deyirəm, bu əsas duracağın altında olan burası. Bura biz bir dənə şaybə ataq. Dırnaqlarım yoxdur. Burada sapı deməli shield sapıdır. Çox qəşəng sapdır, xoşuma gəlir. Ümumiyyətlə ən ekonom variant bu CNC dəzgahda hazırlanan 140-anlar, reklam etmirəm. Sadəcə olaraq məlumat kimi deyirəm. Bu Shield Razors'dır. O da AliExpress'də bir satıcıdır, istehsalçıdır, müəssisədir. Budur yoldaşlar, bu bizim deməli Yagi'dən olan başlıqdır. Bunun adı nədir heç bilmirəm, yəni yalançı çıxaram. Bu nə qədər tiyənin çıxıntısı kifayət qədər qapaq altından çox çıxır. Qəp minimaldır, demək olar ki yoxdur. Tiyə birbaşa darağın üstünə oturub.
Amma sıxılması tiyənin bu qapaqla plita arasında o qədər də çox deyil. Və tiyə kifayət qədər çox çıxıb. Bu nə deməkdir? Tıraş zamanı tiyə biraz vibrasiya edəcək, səs çox olacaq tıraş zamanı. Mən bildiyim qədər belə olmalıdır. Bu da bizim Gillette Old Type. Burada artıq o boşluq yoxdur. Yəni tiyəni bütöv baş deməli üz qapaqla plita arasında tam sıxılır. Tiyənin çıxıntısı qapaq altından bir o qədər deyil. Yəni azdır. Baxın belə göstərdim sizə. Gördüyünüz kimi azdır. Və mən artıq bu ilə üzümü qırxmışam. Dəqiq bilirəm ki, kifayət qədər effektiv üz qırxandır. Bütün daraq növ belə deyək, Fatip kimi, R41 kimi üz qırxanlarda olan xasiyyət o ki, tiyə hiss olunur üzdə var. Yəni ki, o qədər də gözə çarpan olmasa da, amma var və hər zaman ehtiyatı əldən verməmək söhbəti burada var Gillette Old Type-da. Amma nəticə olaraq misal üçün Fatipdə bütün bu çapıqlar, tiyəni hiss etmək, bu kimi məsələlər gözə çarpandı var, amma qırxdığı bir şey yoxdur. Yəni ki, bu mənim Fatipə qarşı olan bir belə məhəbbətdir, sevgidir, dərhal deyirəm sizə. Burada elə deyildi, burada kifayət qədər effektiv idi tıraş, çox qəşəng qalmışdı və mən çox belə xoş təəssüratlarla bitdi tıraş, xoşuma gəldi və öz sözümü həmin tıraşın sonunda dedim. Bir də deyirəm ki, 1920-ci illərə təsadüf edir bu üz qırxan və o illər üçün bu həqiqətən də inqilabi bir üz qırxandır. İki tərəfli belə dəyişik tiyə ilə olan üz qırxandır. Kifayət qədər o vaxt üçün 1920-ci illər üçün komfortlu və effektiv üz qırxan olub. Yəni ki, sözün əsl mənasında inqilab olub. Yəni üz qırxmaqda, bu klassik islah tıraşda. Bu isə bizim indi modern type, belə deyək, həmin bu deyək zahiri görünüşdə bu model kimi model olan, üstəgəl Merkur'da var və bir çox belə deyək brendlərdə var. Bu dizayn yəni daraq, amma məhz bu Old Type-a oxşadan bir yəgidir. Mən gördüm bir də Merkur'un bir üz qırxanı var. O modelin adı yadımdan çıxıb, tapsam yəni ki, hardasa burada bir yazı qoyaram. Tapsam bir şəkil qoyaram bu sağ tərəfə, görək sağlıq olsun. Tapsam həmin o Merkur'un üz qırxanın bu başlığı daraqla olan. Və belə mən demək istədiyim bunlar idi. Dedim tez bir zamanda sizə göstərdim və hansısa bir yaxın gələcəkdə mən yəgi ilə də üzümü qırxacağam və artıq dəqiq deyə bilərəm ki, nə qədər misal üçün artıq 2020-ci ildə 100 il keçib demək olar ki, bu iki üz qırxan arasında və deyə biləcəyəm ki, nə qədər tıraşda fərq oldu. Sağ olsun, növbəti tıraş artıq bu yagi üz qırxandan üzümü qırxacağam. Bu modelin adını bilmirəm, tapsam bu videonun altında ayarlarda həm keçidi atacağım bu üz qırxanın başlığı üçün, həm də tapsam adını da orada yazaram. Tapmasam da üzürlü sayın. Ola bilsin ki, yagi artıq bu başlığı istehsal eləmir, ola bilsin ki, hələ də istehsal edir. Endirimlərdə aldım, heç 15 manat etmədi. Mən bildiyim qədər 12 manata falan aldım bu başlığı. Sapı heç, sap ayrıdır, sap Shield müəssisəyə aid olan sapdır. Bu qədər yoldaşlar, düşündüm ki, sizə maraqlı olacaq bu məlumatlar və bu kimi anonslar ki, tıraş olunacaq. Təzə növ belə Old Type-ın klonu ilə çoxdan var məndə bu başlıq. Bir dəfə də olsun üzümü qırxmamışam bununla və mənim üçün də təzə olacaq, sizin üçün də yeni olacaq bu. Bir sözlə yəni ki, ümid edirəm ki, maraqlı bir belə deyək videolar yaxın bir gələcəklərdə görəcəksiniz yenə də bizim kanalda. Bununla da sizinlə sağollaşıram. Sağ olun, gələn görüşlərinədək.